Gözdən əlil uşaqlar üçün yeni audio kitab işığı görəcək. Bu məqsədlə həyata keçirilən layihə İrəli İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Ədəbi Məclisinin təşəbbüsü ilə reallaşacaq. Əsasən gözdən əlil uşaqlar üçün nəzərdə tutulan kitabda daha çox müasir yazarlarımızın əsərləri yer alacaq. Bu barədə İrəli Ədəbi Məclisinin nümayəndəsi Orxan Muxtarlı məlumat verdi. Onun sözlərinə görə audio kitabda yer alan əsərlərin səsləndirilməsi və onlara uyğun müvafiq rəsmlərin seçilməsi də gənclərə məxsusdur. Almanaq layihəmiz keçirilir, yəni hər il. İkinci almanaq işıq üzü görəndə biz düşündük ki, biz bunun audio versiyasını da hazırlayaq. Bu audio kitabların nəticəsi olaraq bizim gözdən əlil uşaqlarımıza həm yaddan çıxartmamağımızın bir təcəssümüdür. Yəni onlar bizim gənclərimiz, onlar bizim vətəndaş və soydaşlarımızdır. İkincisi, bir yazar olaraq onlara da biz imkan yaradırıq ki, onlar bizim yazılarımızla tanış olub və qiymət versinlər. Audio kitab yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Turan Novruzlu, Müşfiq Əliyev, Xəbərlər. Belə bu sizə çatdıracağımız son mədəniyyət xəbərləri idi. Mədəniyyət aləmini isə məhz bizim efrimizdə izləyin. Görüşərik.